1983-cü il fevralın 27-sində keçmiş Martuni, indiki Xocavənd rayonunun Güney Xırman kəndində cinayət hadisəsi baş verdi. İttifaq miqyaslı qabaqcıl təsərrüfat rəhbəri, sosialist əməyi qəhrəmanı, kənddəki Kommunizm kolxozunun sədri Suren Adamyan evində güllələndi, onun arvadı Asaturyan Satik isə ölümcül yaralandı. Qadın sağ qalsa da Adamyan aldığı xəsarətlərdən yerindəcə ölmüşdü. Hadisə ilə bağlı Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində cinayət işi başlandır. Az keçmir, Güney Xırman kənd sakini Artuş Bağdasaryan şübhəli şəxs qismində saxlanılır. Cinayət işində olan və indi sizə təqdim edəcəyimiz protokolu istintaqın növbəti mərhələsi hesab eləmək olar. Biz bu protokola əsasən bilirik ki, ilk şübhəli şəxs Bağdasaryandır. Beləcə, hadisə ilə bağlı onun öz dəsti xətti ilə Dövlət Təhlükəsizlik Komitəsi İstintaq Şöbəsinin rəisi Vahid Qaratayeva yazdığı ifadəsindən bəzi məqamları diqqətinizə çatdırırıq. Mən 1941-ci il təvəllüdlü Krasnodar diyarı Tuapse rayonunun Olginka kəndində Klubnaya 6 küçəsində yaşayan Bağdasaryan Artuş Bagratoviç səmimi olaraq etiraf edirəm ki, Albert Asıryanla 2 il əvvəl Stepanakert Tbilisi marşrutu ilə gedən avtobusda tanış olmuşuq. Yolda ona dedim ki, Olginkada tikinti işləri ilə məşğulam. Albert bildirdi ki, o da Tbilisiyə döşəmə vurmağa gedir. Bir həftə sonra Albert Olginkaya mənim yanıma gəldi və məndən iş istədi. Mən də ona kömək elədim, işə düzəltdim. Ancaq işinin öhdəsindən gəlmədi, onu qovdular. Buna baxmayaraq, o Olginkada qaldı və biz hər gün görüşürdük. Söhbətlər əsnasında varlı adamlar haqqında danışmağa başladıq. Mən ona Çartardakı Kommunizm kolxozunun sədri Suren Adamyan haqqında məlumat verdim. Onu da əlavə elədim ki, Adamyanın qonşusu Jora təxminən 1 il əvvəl kolxoz sədrinə qramı 80 rubuldan 10 kiloqram qızıl sikkə satdığını deyib. Qonşu Jora hətta mənə həmin sikkələrdən 10 ədədini göstərmişdi. Jora'nın sözlərindən məlum olurdu ki, Adamyan bu qızılları Çartar kəndindəki evinin 1-ci mərtəbəsində divara quraşdırılmış seyfdə saxlayır. Mən bu məlumatı Albertlə bölüşəndə yanvar ayı idi. Və biz onda qərara gəldik ki, əlverişli vaxt olan kimi qızılları əldə eləyək. Fevralın 25-də mənə anamdan telegram gəldi. Anam yazırdı ki, fevralın 28-i Stepanakert şəhərində mənim məhkəməm olacaq. Həmin gün Albertlə görüşdüm. Dedim ki, mən Azərbaycana gedirəm. Bundan istifadə eləyib qızılları götürmək olar. Biz Olginkadan həmin gün çıxdıq. Arvadım da bizimlə idi. Ağdama gəldik. Arvadımı və maşını Azərbaycanlı tanışımın evində qoyduq və Azərbaycan millətindən olan sürücü ilə Çartar kəndinə yollandıq. Artuş Bağdasaryanın ifadəsindən o da məlum olur ki, Adamyanı qarət eləmək üçün əvvəlcədən yaxşıca tədarük görüblər. Onların hər ikisində tapança, bir ədəd balta, bir ədəd xüsusi itilənmiş xəncər tipli bıçaq və qarət etdikləri qızılları yaxud pulu yığmaq üçün 2 ədəd torba olub. Planladıqları cinayəti törətdikdən sonra onlar Adamyanın evini yandırmaqdan ötürü özləri ilə kiçik qabda benzin də götürüblər. Vaxtdır. Gəlin Dövlət Təhlükəsizlik Komitəsinin sənədi əsasında Artuş Bağdasaryanın anket məlumatları ilə tanış olub. Soyadı, adı, atasının adı. Bağdasaryan Albert Bagratoviç. Doğulduğu tarix və yer 2 mart 1941-ci il Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Martuni rayonu Çartar kəndi. Həbs olunana qədər daimi yaşayış yeri Krasnodar diyarı Tuapse rayonu Olginka kəndi Klubnaya küçəsi ev 6. Peşəsi və ixtisası şərabçı. Həbs olunana qədər iş yeri və məşğuliyyəti müvəqqəti işləmir. Milliyyəti erməni. Partiyalığı bitərəf. Ümumi və xüsusi təhsili orta. Sosial və siyasi mənşəyi kəndli. Hərbi mükəlləfiyyətli. Əvvəllər məhkumluğu məhkum olunmayıb. Anketdən o da məlum olur ki, Bağdasaryanın ailə üzvləri atasından, anasından, arvadından və 4-cü sinifdə oxuyan oğlundan ibarətdir. Bağdasaryanın anket məlumatları ilə tanış olduq. Yaxşı, bəs Bağdasaryanın barəsində danışdığı Albert Asıryan kim idi? Yenə Dövlət Təhlükəsizlik Komitəsinin anket məlumatına nəzər yetirək. Soyadı, adı, atasının adı. Asıryan Albert Kamoyeviç. Doğulduğu tarix və yer 17 mart 1960-cı il.
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Vəng kəndi. Həbs olunana qədər daimi yaşayış yeri Krasnodar diyarı, Tuapse rayonu, Olginka kəndi, Klubnaya küçəsi, ev 1. Peşəsi və ixtisası sulaqçı. Həbs olunana qədər iş yeri və məşğuliyyəti İrəvan şəhəri Fiziki Kimya İnstitutunda ekspeditor. Milliyyəti erməni, partiyalılığı bitərəf, ümumi və xüsusi təhsili orta, sosial və siyasi mənşəyi fəhlə, hərbi mükəlləfiyyətli, məhkumluğu əvvəllər məhkum olunmayıb. Asiryanın ailəsi atasından, anasından, bir qardaş və 2 bacıdan ibarətdir. Özü subaydı. Atası, anası və qardaşı Vəng kəndində, bacıları İrəvanda yaşayır. Gəlin biz hadisənin necə və hansı şəraitdə törədilməsinə keçməzdən əvvəl basqın zamanı istifadə olunan 2 silahı, 2 tapançanı axtaraq. Görək tapa biləcəyikmi? Hə, təbii ki, odlu silahların tapılması üçün belə bir axtarış keçirilir. Belə ki, martın 9-da Dağlıq Qarabağ Muxtar Vilayəti Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Mesropyanın və Vilayətin Daxili İşlər İdarəsinin eksperti, milis kapitanı Qavrilyanın başçılığı ilə Çartar Kənd Orta Məktəbinin 9-10-cu sinifdə oxuyan 20 nəfərlik şagirdi səfərbər edilərək cinayət alətlərinin tapılması istiqamətində axtarışlar aparırlar. Gülməli çıxmasın, ancaq orta məktəb şagirdlərinin cəlb olunduğu axtarış təbii ki, nəticə verəsi deyildi və vermirdi. Yalnız martın 31-də Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq Şöbəsinin rəisi Karatayevin imzası ilə olan qərardan məlum olur ki, Bağdasaryan və Asiryanın iştirakı ilə Stepanakert Dəmir Yolu Stansiyası rayonu ərazisində tapançaların və xəncərin gizlədildiyi yer aşkar edilir. Cinayət alətləri olan balta və Adamyanın evinin yandırılması üçün nəzərdə tutulan bir kanistir benzin də cinayətkarların etirafı ilə Çartar kəndində tapılır. Yeri gəlmişkən, qərarda Bağdasaryanı bu qətlə təhrik eləyən səbəb də göstərilib. Onun istintaqa verdiyi ifadəsindən məlum olur ki, basqında və evin yandırılmasında məqsəd əsasən qızıl pul əldə eləmək olsa da, Adamyandan qisas almaq barədə də düşünürmüş. Çünki vaxtilə Adamyan onun işlədiyi çaxır zavodunun direktoru vəzifəsindən azad olunması ilə bağlı məsələ qaldırıb və istədiyinə də nail olub. Kolxoz sədri bunu niyə belə eləyib? Bu barədə istintaqımızın gedişində danışacağıq. Bu cinayətdə Bağdasaryan və Asiryanla birlikdə nə az, nə çox, düz 9 nəfər iştirak edir. Gəlin biz qalan 7 nəfərin də hansı cinayətləri törətməkləri ilə tanış olaq. Onlar müxtəlif cinayətlərdə ittiham olunurdular. Naqaşyan Qarik Aramoviç 1948-ci il təvəllüdlü. Ermənistan SSR İrəvan şəhərində anadan olub. Milliyyət ermənidir, bitərəfdir, orta natamam təhsillidir, evlidir, sürücü işləyib. Əvvəllər məhkum olunmayıb. İrəvan şəhəri Sardutyan küçəsi, ev 2, mənzil 24-də yaşayır. İstintaqla müəyyən edilir ki, Naqaşyan 15 fevral 1983-cü ildə Ermənistan SSR-in Abovyan şəhərində qayını Kamoyeviç Albert Asiryanın xahişi ilə 600 rubl qarşılığında ona 1924-cü il istehsalı olan 66-40 nömrəli Çeşka Zubriyevka markalı tapança verib. Beləliklə Naqaşyan Ermənistan SSR Cinayət Məcəlləsinin 232-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Asiryan Vaçaqan Barmenoviç 1959-cu il təvəllüdlü. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Vəng kəndində anadan olub. Milliyyət ermənidir, bitərəfdir, orta təhsillidir, evlidir. Stepanakert şəhərindəki mədəniyyət evində sürücü işləyir. Əvvəllər məhkum olunmayıb. Stepanakert şəhəri Atarbəyov küçəsi, ev 81-də yaşayır. Vaçaqan Asiryan həmkəndlisi Albert Asiryanın xahişi ilə 18 fevral 1983-cü ildə qohumu Rəşid Tevanyandan onun mənzilində 700 rubl qarşılığında istifadəyə yararlı əznəbi markalı Retalaz tapançası və onun 26 patronunu alıb. Bundan sonra Vaçaqan Asiryan həmin tapançanı Albert Asiryana sataraq 20 manat qazanc götürüb. Bununla da o, Azərbaycan SSR Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törədib. Tevanyan Rəşid Qriqoryeviç 1957-ci ildə Stepanakert şəhərində anadan olub. Milliyyət ermənidir, evlidir, orta təhsillidir, bitərəfdir. Stepanakert şəhərindəki asfalt beton zavodunda ambardar işləyir. Əvvəllər məhkum olunmayıb.
Stepanakert şəhəri Stergeys küçəsi ev 39-da yaşayır. Rəşid Tevanyan qohumu Vaçaqan Asıryanın xahişi ilə onun həmkəndlisi Albert Asıryan üçün 18 fevral 1983-cü ildə tanışı hərbi qulluqçu Gizir Eduard İslamoviç Balayandan 7 ədəd 9 mm kalibrli patron alaraq ona vermiş. Bununla da Azərbaycan SSR Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tevanyan Aşot Qriqoryeviç 1959-cu ildə Stepanakert şəhərində anadan olub. Milliyyətcə ermənidir, evlidir, orta təhsillidir, bitərəfdir. Stepanakertdə enerji müəssisəsində qaynaqçı işləyir. Əvvəllər məhkum olunmayıb. Stepanakert şəhəri Stergeys küçəsi ev 22-də yaşayır. Aşot Tevanyan qohumu Vaçaqan Asıryanın xahişi ilə 20 fevral 1983-cü ildə tanışı Arakel Antonyandan 700 rubl qarşılığında müvafiq icazə olmadan istifadəyə yararlı odlu silah olan Letalas tapançası və onun 7,65 mm kalibrli 26 ədəd patronunu alaraq öz evində Asıryan Vaçaqanın vasitəsilə Albert Asıryana satmış və 70 manat qazanc əldə eləmiş, onun 20 manatını Vaçaqan Asıryana vermişdir. Aşot Tevanyan bununla Azərbaycan SSR Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törədib. Antonyan Arakel Şagenoviç 1953-cü ildə Əsgəran rayonunda anadan olub. Ailəlidir, milliyyətcə ermənidir, orta təhsillidir, bitərəfdir. Stepanakert şəhərində elektrik montajçısı işləyir. Əvvəllər məhkum olunmayıb. Stepanakert şəhəri Oktyabr küçəsi ev 12-də yaşayır. Arakel Antonyan tanışı Aşot Tevanyanın xahişi ilə 20 fevral 1983-cü ildə Stepanakert şəhərində dostu Valeri Paşayanın evində müvafiq icazə olmadan Retalaz markalı tapança və onun 7,65 mm kalibrli 26 ədəd patronunu 500 manat qarşılığında Tevanyana satıb, ondan 630 manat pul alaraq 130 manat qazanc əldə edib. Bununla Antonyan Arakel Azərbaycan SSR Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törədib. Paşayan Valeri Şagenoviç 1941-ci ildə Stepanakert şəhərində anadan olub. Ailəlidir, milliyyətcə ermənidir, orta təhsillidir, bitərəfdir. Azər təchizatda sürücü işləyir. Əvvəllər məhkum olunmayıb. Stepanakert şəhəri Kommunist küçəsi ev 108-də yaşayır. Valeri Paşayan 20 fevral 1983-cü ildə yaşadığı mənzildə dostu Arakel Antonyanın xahişi ilə xüsusi icazə olmadan 1981-ci ildən evində saxladığı, özünün dediyinə görə atasının Böyük Vətən müharibəsindən gətirdiyi istifadəyə yararlı Retalas markalı tapançanı 7,65 mm kalibrli patronları ilə birgə 500 manata Arakel Antonyana satıb. Bununla Valeri Paşayan Azərbaycan SSR Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törədib. Ağabekyan Sergik Sergeyeviç 1958-ci ildə Martuni rayonunun Çartar kəndində anadan olub. Ailəlidir, milliyyətcə ermənidir, orta texniki təhsillidir, bitərəfdir. Stepanakert şəhərindəki pioner düşərgəsində fəhlə işləyir, əvvəllər məhkum olunmayıb. Stepanakert şəhəri Kommunist küçəsi ev 108-də yaşayır. Sergik Ağabekyan 1982-ci ildən həmkəndlisi Gevorkyanın qarajında müvafiq icazə olmadan özünün dediyinə görə təsadüfən tapdığı istifadəyə yararlı 6 ədəd 9 mm və 15 ədəd 5,65 mm kiçik kalibrli patronları saxlamış, 20 fevral 1983-cü ildə həmkəndlisi Artuş Bağdasaryanın xahişi ilə ona vermişdir. Bununla Ağabekyan Sergeyeviç Azərbaycan SSR Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törədib. Azərbaycan SSR Cinayət Prosessual Məcəlləsinin 228-ci maddəsi tələblərinə uyğun olaraq hazırki cinayət işi ittiham aktının təsdiqi və məhkəməyə verilməsi üçün Azərbaycan SSR prokuroruna göndərilir. İttiham aktı 1983-cü il 17 avqust tarixində tərtib edilib. Azərbaycan SSR prokurorluğunun mühüm işlər üzrə müstəntiqi 2-ci dərəcəli hüquqşünas Aydın Rəsulov. İstintaqımızın gedişindən gördünüz ki, cinayət törədiləndən az sonra Bağdasaryan, ardından Asıryan həbs edilir. Ancaq onlar silahları birbaşa həmin silah satan adamlardan yox, dolayısıyla müxtəlif şəxslərdən əldə eləmişdilər. Bu isə dəstənin necə mütəşəkkil şəkildə hərəkət elədiyini göstərirdi.
Хотела бы коснуться еще одного интересного момента. Все эти события происходили, то есть само преступление было совершено в селе Гюней-Хырман. Ранее это село называлось Чартар, либо Гюней-Чартар. И когда азербайджанская армия шаг за шагом восстанавливала территориальную целостность Азербайджана, и я рассматривала карту возвращенных наших исконных земель, я наткнулась на это село. И в тот момент меня осенила мысль, что было бы полезно поискать побольше информации об этих событиях, об интерпретации, о том, как сегодня преподносят армяне это преступление. И я наткнулась на информацию, которая была преподнесена в источнике Википедии. В Википедии было написано, что якобы, но по крайней мере они это сделали таким завуалированным образом, что якобы Сурен Адамян стал жертвой межнационального конфликта. И уж точно там не было никакой информации о задержанных 9 армянах. Надо сказать, что преступная группировка состояла исключительно из лиц армянской национальности. Ermənilər həmin vaxtı çox səs-küy qaldırdılar ki, bu işə Moskva istintaq eləsin. SSR Baş Prokurorluğu. Amma göründüyü kimi, təkrar edirəm, yenə Dövlət Təhlükəsizlik Komitəsi işi icraatına götürmüşdü. Dövləti cinayət olduğuna görə, bantizm isə sair dövləti cinayətlər kateqoriyasında idi. Yəni əvvəlcədən əgər matn məlum olsaydı, elə prokurorluq aparardı, Azərbaycan prokurorluğu aparardı. Və o vaxt Karatayevin rəhbərliyi ilə istintaq əməliyyat qrupu da çox yaxşı işləyib, çox güclü işləyib, bütün vəsadətləri nəzərə alıb. Təsəvvür edin, bu cinayət işində qılavacılar, təşkilatçı və iştirakçıdan əlavə də 7 nəfər cinayət məsuliyyətinə cəlb olunur. Bunlar bilirsiniz, bu cinayət işinin hələ o vaxt istintaq zamanı ermənilərin necə rahat şəkildə uğurlu silah əldə etməsi, bütün bunlar, mən sizə deyim ki, sonraki mərhələyə hazırlıq idi. Hansı ki, 5 il, 7 ildən sonrasına biz onun acı nəticələrini gördük. 30 il torpaqlarımız işğal altında qaldı. Siz Azərbaycan SSR Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Aydın Rəsulovun 22 aprel 1983-cü ildə istintaq müddətinin uzadılması ilə bağlı qərarını görürsünüz. Qərar Respublika Prokurorunun müavini Baqamolov tərəfindən təsdiq olunub. Qərara görə istintaqın müddəti 1983-cü il iyun ayının 27-sinə qədər uzadılır. Sənəddə yer almış arayışdan oxuyuruq ki, 27 fevral 1983-cü ildən qaldırılmış cinayət işi 1 aprel 1983-cü ildə Aydın Rəsulov tərəfindən icraata qəbul edilib. 27 fevral 1983-cü ildə Bağdasaryana, həmin il martın 4-də isə Asiryana ittiham elan edilib. Onların hər ikisi göstərilən tarixlərdə həbs olunublar. Bütün bunlar Azərbaycan xüsusi xidmət və hüquq mühafizə orqanlarının cinayətin izinə isti-isti düşməyindən, deməli, peşəkarlığından xəbər verir. Ümumiyyətlə, cinayət işinin hərtərəfli və tam araşdırıldığı istintaq materiallarında da əksini tapıb. Təqsirləndirilən bütün şəxslərin üzləşdirmə zamanı dindirilmə protokolları, şahidlərin izahatlarının alınması və digər istintaq hərəkətləri yüksək peşəkarlıqla həyata keçirilib. Bunlarla yanaşı həm Bağdasaryanın, həm də Asiryanın dəfələrlə ayrı-ayrılıqda ifadələri alınıb. Və bütün bunları nəzərdən keçirəndə istintaqda heç bir ziddiyyətli halın meydana çıxmadığı məlum olur. Yadınızdadırsa biz orada qalmışdıq ki, Bağdasaryanla Asiryan Süren Adamyanın evini necə qarət eləmək barədə ilkin razılığa gəlirlər. Ancaq gəlin cinayət hadisəsini keçməzdən əvvəl Bağdasaryanın kimliyi ilə maraqlanaq. Bağdasaryan kimdir? Əvvəllər nə ilə məşğul olub? Bilirsiniz ki, anası Artuş Bağdasaryana telegram vuraraq fevralın 28-də Stepanakert Xalq Məhkəməsinə gəlməli olduğu barədə xəbər vermişdi. Maraqlıdır, Bağdasaryan nəyə görə məhkəməyə çağırılırdı? Dosyasından bildiyimiz kimi, o, sənədlərin saxtalaşdırılması ittihamı ilə məhkəməyə verilmişdi.
Ancaq bu saxtakarlığa bir qədər şərh verməliyik. Belə ki, Bağdasaryan 1970-ci ildə Qazaxıstanın Cambul vilayəti Yüngül və Yeyinti Sənayesi Texnoloji İnstitutunu, 1974-cü ildə isə Ümumİttifaq Hüquq İnstitutunu qiyabi bitirməsi haqda saxta diplomlar düzəltməkdə ittiham olunurdu. Saxta hüquqşünas kimi işə alınmasa da, 1978-ci il avqust ayının 16-sında bu adam adını çəkdiyimiz saxta diplomla Martuni rayonunda çaxır zavodunun direktoru vəzifəsinə sahiblənə bilir. Ancaq onun bu vəzifədə qalması 4 il çəkir. Fırıldaqçı ifşa edilir və 17 iyul 1982-ci ildə direktorluqdan azad olunur. Bir qədər əvvəl özünün də etiraf elədiyi kimi onun ifşa olunmasında və vəzifədən qovulmasında qətlə yetirilən kolxoz sədri Suren Adamyanın da xidməti olub. Geri gəlmişkən, direktor işlədiyi vaxtda Bağdasaryan böyük miqdarda yeyintiyə də yol verir. Qeyri-qanuni yolla qazandığı var dövlətdən 23 min manata Krasnodar diyarı Olginka kəndində 2 mərtəbəli 8 otaqdan, qarajdan, həyətyanı sahədən ibarət ev alır. Bununla o, Azərbaycanda törətdiyi cinayətlərdən yaxa qurtarmaq istəyirmiş. Ancaq Bağdasaryan orada da dinc oturmur. Adam bir qrup özü xislətlilərlə oğurlu spirtdən araq hazırlayaraq insanları zəhərləməklə məşğul olur. O, bu cinayətkar əməlinə Albert Asıryanı, arvadı Zoya Bağdasaryanı və digər şəxsləri də cəlb eləyir. Hə, onun arvadından danışmışkən, bir məqamı da qeyd eləməliyik və bununla qətiyyən kiminsə ailə həyatına qarışmırıq. Ancaq istintaq materiallarından görürük ki, Bağdasaryan bütün cinayət əməlləri ilə yanaşı həm də məişət pozğunu olub. Belə ki, 1968-ci ildən Zoya adlı qadınla rəsmi nikaha girib və Arayik adlı bir oğlu doğulub. 2 il sonra isə Stepanakert-də Rebeka adlı başqa bir qadınla da faktiki olaraq ər-arvad kimi yaşayıb, bu münasibətdən də Arno adlı oğlu anadan olub. Bu əməllər isə Azərbaycan SSR Cinayət Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulan cinayətdir. Nəysə, Bağdasaryan yalnız məişət pozğunu olsaydı, yenə dərdyarı idi. O, acgözlüyünü, tez varlanmaq ehtirasını törətdiyi cinayətkar əməllərlə təmin edə bilməzdi. Ona görə də Asıryanla birlikdə bu istintaqımızın mövzusu olan məlum cinayəti törətməklə bağlı razılığa gəlir. Beləliklə, o, barəsində artıq söhbət gedən silahları, digər cinayət alətlərini əldə elədikdən sonra arvadı Zoya və dəstə üzvü Asıryanla birlikdə 1983-cü il fevralın 25-də Olginka kəndindən şəxsi Jigulisi ilə çıxaraq Azərbaycana üst tutur. Onlar fevralın 26-sı təxminən axşam saat 11-12 radələrində Ağdama çatırlar. Bundan sonra Bağdasaryan avtomobilini və arvadını Yusif adlı Azərbaycanlı tanışının evində qoyur. Arvadına deyir ki, onların Stepanakert-də vacib işləri var. Quldurlar tapançaları, bıçağı, baltanı, benzin dolu kanistiri və ev sahibindən 2 kiçik həcmdə torba götürərək evdən çıxırlar. Təsadüfi yol maşını ilə Bağdasaryan və Asıryan 27 fevral gecə saat 2 radələrində artıq Adamyanın Çartar kəndindəki 2 mərtəbəli evinin qarşısındaydılar. Əvvəlcə Bağdasaryanın göstərişi ilə telefon xətti kəsilir. Sonra onlar həyətə daxil olurlar. Bağdasaryan evin həyətində qalır. Asıryana Adamyanın və arvadının yatdığı otağı göstərir, həmçinin 1-ci mərtəbədə divarın içində olan seyfin yerini deyir. Asıryan onun təlimatlarına uyğun olaraq pəncərədən evə daxil olur. Bir neçə dəqiqə keçmiş, içərdən atəş səsi eşidilir. Bağdasaryan nə baş verdiyini bilmək üçün içəri girir. Suren Adamyan Albert Asıryanın aldığı güllə yarasından yerdə çabalayırdı. Səs küyə Adamyanın arvadı çıxır. Bağdasaryan əlindəki balta ilə Asıryana qadını öldürməyi əmr edir. Asıryan yataq otağına qaçan qadını oradaca yaxalayır və baltanın küpü ilə onun başına bir neçə zərbə endirir. O, qadını ölmüş bilib geri qaydanda yerdən qalxmaq istəyən yaralı Adamyanı görür və eyni qaydada bir zərbə də onun başına vurur. Bu vaxt Bağdasaryan evin 2-ci mərtəbəsində kolxoz sədrinin oğlu Vaçe Adamyansı görür. O, valideynlərinə kömək eləmək üçün aşağı düşmək istəyir. Bağdasaryan əlindəki tapança ilə onu atəş atsa da patronlar silahda ilişib qalır. Beləcə, öz iradəsindən asılı olmayan şəraitə görə cinayət əməlini həyata keçirə bilmir. Onlar evdən heç nə götürmədən hadisə yerindən qaçmağa məcbur olurlar. Baltanı, benzin dolu kanistri
və torbanı çartarda yolda atırlar. Bıçağı, tapançaları, patronları isə Stepanakert dəmir yol stansiyasından Ağdama gedən yoldakı kolluqda gizlədirlər. Artıq bizə məlum olduğu kimi bu cinayət hadisəsində Süren Adamyan qətlə yetirilir, arvadı Satik Asaturyan isə ağır yaralanır. Beləliklə istintaqla tam sübut olunur ki, Bağdasaryan 1983-cü ilin yanvar-fevral aylarında vətəndaşlara hücum eləmək üçün banda təşkil eləmiş, odlu və soyuq silahla silahlanaraq 27 fevral 1983-cü ildə Süren Adamyanın evinə quldur basqını eləyərək Azərbaycan SSR Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Albert Asıryan da 1983-cü ilin yanvar-fevral aylarından Bağdasaryanın vətəndaşlara hücum eləmək üçün təşkil elədiyi silahlı bandaya cəlb olunaraq, əmlak əldə eləmək məqsədi ilə odlu və soyuq silahla silahlanaraq Bağdasaryanla birlikdə 27 fevral 1983-cü ildə Süren Adamyana və onun ailə üzvlərinə quldur basqını eləyərək qətl törətmiş, bununla da Azərbaycan SSR Cinayət Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İstintaqın sonraki gedişində məlum oldu ki, bu qətl hadisəsi, bu hadisə heç də Adamyanın siyasi fəaliyyəti ilə əlaqədar deyil. Sadəcə olaraq tamah niyyəti ilə törədilən cinayətdir və 2 və daha çox şəxsin əvvəlcədən əlbir olub, dövlət müəssisələrinə, vəzifəli şəxslərə, insanlara basqın etmək məqsədi ilə odlu silah əldə etməsi bantizm cinayətinin tərkibin təşkil eləyirdi və onların əməli MO 1594 bantizm cinayəti ilə əhatə olunurdu. 1983-cü il avqust ayının 17-sində Süren Adamyanın qətlə yetirilməsi, onun arvadı Satik Asaturyanın həyatına sui-qəsd edilməsi ilə bağlı istintaq başa çatır və iş Azərbaycan SSR Ali Məhkəməsinə göndərilir. İndi isə söz məhkəmədir. Bağdasaryan Artuş Baqratoviç həm Rusiya Federasiyasında, həm də Azərbaycanda törətdiyi cinayətlərə görə cəzaların toplanması yolu ilə əmlaki müsadirə olunmaqla ölüm cəzasına, güllələnməyə məhkum edilir. Asiryan Albert Kamoyeviç Rusiya, Gürcüstan və Azərbaycanda törətdiyi cinayətlərə görə cəzaların toplanması yolu ilə əmlaki müsadirə olunmaqla ölüm cəzasına, güllələnməyə məhkum edilir. Bandanın silahlanmasında, cinayətin təşkil olunmasında, silahların və hərbi sursatın əldə edilməsində rol oynayan Vaçaqan Asıryan, Arakel Antonyan, Valeri Paşayan, Sergik Ağabekyan 5 il, Qarik Naqaşyan, Aşot Tevanyan 4 il, Rəşid Tevanyan 2 il müddətinə azadlıqdan məhrum edilirlər. Hökm elan ediləndən qısa müddət sonra həm Bağdasaryan, həm də Asıryan barəsində Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinə əfvlə bağlı müraciət göndərilir. Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin sədri Xəlilovun 16 dekabr 1983-cü il tarixli qərarı ilə hər iki şəxsin əfvi barədə xahişi rədd olunur. Hökm 2 ay sonra yerinə yetirilir. Əslində istintaqımızı burada da yekunlaşdıra bilərdik. Ancaq erməni millətçilərinin illər uzunu Azərbaycanda törətmək istədikləri, yaxud törətdikləri cinayətlərə fikir verməsək, diqqət ayırmasaq, istintaqımız yarımçıq qalardı. Gəlin, yenə müsahiblərimizi dinləyək. Qara kənddə, bizim kənddən Söyüdoğlu Həmid deyilən bir şəxsi ermənilər şərləmişdi və onlar o qədər arxası güclü idi ki, bu adamlar Söyüd Həmidoğlu'na güllələmə hökmü kəsdirmişlər. Amma cəmaat sizə deyib ki, çox möhkəm onun arxasında dayandılar. Ən müxtəlif yerlərə Moskvaya qədər şikayət elədilər. Bu dövrdə SSR Ali Sovetinin deputatları, xüsusilə rəhmətli Şamil Məhsənova da bu məsələdə onlara yaxından köməklik elədi. Onu 15 il azadlıqdan məhrum elədilər və sonralar o 1988-ci ildə həbsdən azad olunub qayıtmağa nail oldu. Yəni onlar hər bir belə hadisədən siyasi məqsəd üçün istifadə edirlər. Mən də bilmirəm nə məsələdir. Açığı mənə heç nə deməyib. Gəlib maşına minəndə gördüm ki, maşında 3 nəfər var. Bundan başqa. Dedi, bəs referenduma görə Bakıda görüş olacaqdı bizim sayılıb seçilən ermənilərlə. Soruşdum Viktordan ki, geri qaydanda artıq ki, bəs bu nə məsələdir, heç mənə məlumat vermədin. Dedi, bəs buradan ümumi
Dağlıq Qarabağ deyir də. Dağlıq Qarabağdan 15 nəfər adam gedir Bakıya Ayaz Mütəllibovla görüşə və 3 nəfər də Martunidəndir, bizim adamlardır. Və üstündən bir neçə gün keçmiş, eyni qaydada biz gecə qaranlıqda gəldik oradan o adamları götürdük, təzdən gətirdik, qaytardıq Martuniyə. Hərəsini öz kəndində düşürdük. Və üstündən bir neçə gün keçmiş, Viktor mənə dedi ki, bəs ağalar sənə halal olsun. Dedim, nəyə görə bunu deyirsən ki? Dedi, bəs bilirsən, deyir, bizim apardığımız ermənilərdən başqa o 12 nəfərin hamısı bu yerli cəmaat tərəfindən öldürüldü. Bunlar da sülhün təbliğatçıları kimi getmişdilər. Erməni tərəfdən ki, Bakıda rəhbərliklə görüşüb, gəlib rəhbərliyin sözünü bunlara çatdırsın. Deyir, elə bunlar fəaliyyətə başlamamış. Məlumat çatan kimi ki, bunlar gedib Bakıda Azərbaycanın rəhbəri ilə görüşüblər. Deyir, bunların hamısını öldürüblər. Bir dənə bizimkiləri deyir, məlumat bilmədilər bizdən kim gedib. Ona görə deyir, bizdəkilər sağ qaldılar və sən də çox sağ ol. Bizim çox yaxşı yadımızdadır ki, 67-ci ilin iyununda Xankəndində əslən Qaradağlıdan olan, amma sonradan Kuropatkin kəndində məktəbdə müəllim və direktor işləyən Ərşad müəllimi və onun qardaşını həbs eləmişlər. Onunla bərabər başqa bir neçə adamı da birin həbsdən azad eləmişdi. Amma ikisinə uzun müddət, birinə ölüm hökmü, Ərşad müəllimə də 15 il iş vermişlər. Və onun maşının Xankəndində Sovet ordusunun əskərləri aparıb gətirdiyi dustaq daşıyan maşını aşıraraq əvvəlcədən gətirdikləri benzini tökərib onları diri-diri yandırmışlar və bu çox böyük bir qarşı durmaya gətirib çıxarmışdı. Həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevidir və o 15 gündən artıq indi istintaq sənədlərindən aydın olur ki, Xankəndində işləmiş və bu hadisənin əsl səbəbini açıb göstərmiş ki, bu adamların əslində heç bir günahı yoxdur. O cümlədən də digər belə hadisələrdə də əslində ermənilər özləri törətdikləri cinayəti bu adamların adına yıxmaq istəyirlər. Məlum cinayət işi üzrə istintaq qrupunun üzvü, mühüm işlər müstəntiqi Aydın Rəsulovun adı artıq sizə tanışdır. Yeri gəlmişkən, Aydın müəllim həm də Xocalı faciəsi üzrə istintaq aparan müstəntiqlərdən biri olmuşdu. İndi haqq dünyasında olan Aydın Rəsulov illər əvvəl Adamyan işi ilə bağlı jurnalist həmkarımız Ramella İbrahim Xəlilovaya müsahibə vermişdi. Həmkarımızın dili ilə müsahibədən maraqlı bir hissəni diqqətinizə təqdim eləməklə o dövrdə keçmiş Dağlıq Qarabağda nələrin baş verdiyini, ermənilərin hələ Sovet dövründən bədnam böyük Ermənistan, miyatsum ideyaları ilə necə zəhərləndiklərini xatırlamaq pis olmazdı. Был еще один эпизод, который касался встречи Айдына Расулова с прокурором Нагорного Карабаха Исагуловым. Когда он направился к нему в Абовян, он в течение какого-то времени дожидался его в кабинете, и в этот момент помощник прокурора заявил, что Сурена Адамяна якобы убили из-за того, что он хотел присоединить Нагорный Карабах к Армении. Но Айдын Расулов решительно заявил, что это ложь и фальсификация фактов, потому что этого не могло быть. В тот вечер, когда прокурор города Абовяна организовал ужин в честь коллег, прибывших для расследования уголовного дела, ему на ухо нашептали, что его помощник проявил такую дерзость и выдал ложь Айдыну Расулову. И он сказал: «Ах ты, старый дошнак, ты снова взялся за старое». И вот с этим заявлением он выгнал его из помещения. Bugün belə faktların yada salması olduqca vacibdir. Çünki biz müharibədə qalib gəlsək də unutmamalıyıq ki, düşmənlərimiz heç vaxt öz iddialarından əl çəkmirlər. Dəmir yumruq başlarına dəyib onları silkələsə də, amma xarici havadarlarından istifadə edərək yenidən revanşist fikirlərə düşməyə çalışırlar və ona görə də ermənilərin məqsədlərini həmişə soyuq başla təhlil edərək onların əsl məqsədlərinin nədən ibarət olduğunu biz gənc nəsilə çatdırmalı və onları ayıq-sayıq olmağa, dövlətimizin ətrafında sıx birləşməyə səsləndirməliyik.
Bu istintaqımızda biz yalnız sadə bir cinayət hadisəsindən danışmadıq. İstintaq boyu gördünüz ki, millətçi ermənilər bu cinayəti mütləq milli münaqişəyə çevirmək istəyirdilər. Deməli, düşmən heç vaxt yatmır. Ona görə də biz sayıqlığı əldən verə bilmərik. Bu, sadə bir həqiqətdir. Biz hər istintaqımızda sizə bax belə sadə həqiqətlərdən danışırıq. Yenə danışacağıq. Ona görə istintaqımız davam edir.